Hər vaxtınız xeyir, real intervyu efirdədir. Prezident İlham Əliyev Naxçıvana səfəri çərçivəsində Dövlət Televiziyasına verdiyi müsahibəsində Zəngəzur dəhlizinin region üçün strateji əhəmiyyətinə toxunub. Dövlət başçısı bu marşrutun yalnız Azərbaycanla Naxçıvanı birləşdirən nəqliyyat xətti olmadığını, eyni zamanda bölgədə kommunikasiyaların açılması, iqtisadi əlaqələrin genişlənməsi və regional əməkdaşlığın güclənməsi baxımından mühüm layihə olduğunu vurğulayıb. Milli Məclisin deputatı Qüdrət Həsənquliyevlə prezidentin Naxçıvan səfəri, eləcə də səfər zamanı prioritet istiqamətləri hazırda müzakirə edirik. Qüdrət müəllim, hər vaxtınız xeyir olsun. Hər vaxtınız xeyir olsun. Təşəkkür edirəm, çox sağ olun. Təbii ki, dövlət başçısı Naxçıvana səfəri çərçivəsində Dövlət Televiziyasına verdiyi müsahibədə bir çox istiqamətlərə toxunub. Orada təbii ki, turizmlə bağlı, sosial-iqtisadi məsələlərlə bağlı, regionun inkişafı ilə bağlı məsələlər də qeyd olunub. Amma istərdim ki, biz hazırda sizlə həm region üçün, həm regional, həm də qlobal əhəmiyyət daşıyan Zəngəzur dəhlizindən danışaq. Ümumiyyətlə, necə düşünürsünüz? Bu dəhlizin açılması Azərbaycanın regional və beynəlxalq nəqliyyat baxımından, yəni əhəmiyyətini nə dərəcədə artıracaq? Azərbaycanın hər bir qarışı Azərbaycan üçün strateji əhəmiyyət daşıyır və bizim torpaqlarımızdır. Biz Azərbaycanın hər bir bölgəsinin inkişafında maraqlı olmalıyıq. Naxçıvan da xüsusilə strateji əhəmiyyət daşıyır. O baxımdan ki, bizim həm də Türkiyə ilə quru sərhədlərimiz Naxçıvan üzərindəndir. Həm də Naxçıvanın yerləşdiyi coğrafiya onun strateji əhəmiyyətini artırır. Hətta Sovet dönəmində belə Naxçıvan üzərindən biz birləşirdik İranla, dəmir yol xətti ilə, o cümlədən Yerevanla və mən o vaxtları özüm Naxçıvandan olduğuma görə bilirdim ki, o yük qatarları, daşınan yüklər daha çox Ermənistana gedirdi və Moskvadan Tehrana qatarlar gedirdi. Nəinki biz özümüzlə Naxçıvan arasında o böyük rol oynayırdı həmin dəmir yol xətti. İnsanlar sadəcə olaraq sərnişin daşınmasında daha çox istifadə olunurdu. Naxçıvan iqtisadiyyatı onsuz da elə böyük deyildi ki, mütəmadi olaraq Naxçıvana həmin dəmir yol xətti ilə yüklər daşınsın. Amma Naxçıvanın inkişafı o dəmir yol xəttindən çox asılıdır. Ona görə ki, yəni dəmir yol xətti olmadan müasir dövrdə, onu da nəzərə alsaq ki, avtomobil yolu da yoxdur və Sovet dövründə də avtomobil yolu kifayət qədər müasir standartlara cavab vermirdi və yük daşımaları xeyli çətin idi. Əsas yüklər daşınırdı dəmir yolu üzərindən. O baxımdan Naxçıvanın inkişafı o dəmir yol xəttinə bağlıdır. Prezident də gördünüz, verdiyi müsahibədə dedi ki, biz Şuşanı azad eləyəndən sonra dedi, mənim xüsusi tələb və təkidimlə o dəhlizin açılması, yəni Zəngəzur dəhlizinin açılması həmin o atəşkəs haqqında üç tərəfli birgə bəyannaməyə daxil edildi. Və prezident həm də onu ilk dəfə söylədi ki, çox təəssüf ki, nə Ermənistan 5 il ərzində həmin o atəşkəs haqqında saziş imzalanandan sonra o xəttin açılması üçün bir iş görmədi, nə də təəssüf ki, Rusiya və onu da vurğuladı ki, Rusiya bunu ya Ermənistana belə deyil, elətdirə bilmədi, ya da görünür başqa səbəblərdən özü eləmədi. Amma mən hər zaman söyləyirdim ki, Rusiya istəsəydi Ermənistana həmin dəmir yol xəttini aşdıra bilərdi. O xəttin açılması da bilirsiniz ki, nəzarəti Rusiya həyata keçirəcəkdi. Rusiyanın sərhəd xidməti hazırda fəaliyyət göstərir, İranla sərhədləri qoruyur. Burada həm də İran bilirsiniz ki, ilk gündən həmin o Zəngəzur dəhlizinin açılmasına qarşı oldu. Ona görə ki, bu dəhlizin açılması yalnız Naxçıvanla Azərbaycanı birləşdirmir, həm də Naxçıvanla Türkiyəni birləşdirir. Bu, bütün Türk dünyası arasında böyük bir rol oynayacaq. Bu, strateji əhəmiyyət daşıyan bir layihədir. O baxımdan çox təəssüf ki, müsəlman ölkəsi olan, bizim qonşumuz olan, az qala əhalisinin yarısı Azərbaycan türkləri olan İran da kömək etmək əvəzinə, bu işdə əslində Ermənistana təzyiq eləmək əvəzinə ki, bu yolun açılmasına siz problem yaratmamalısınız. Amma İran əslində bu yolun açılmaması üçün Ermənistana təzyiqlər etdi və bu gün də edir. İndi də bəhanə odur ki, niyə bu yol kənar bir dövlətin, xüsusilə də regiondan kənar Amerika Birləşmiş Ştatlarının iştirakı ilə açılır. Yəni, bu da təəssüf doğurur, amma cənab prezident qeyd elədi, ümid edirəm ki, bu yol açılacaq, amma Azərbaycan təzyiqləri artırılmalıdır. Biz son vaxtlar görürük ki, həm Hikmət Hacıyev, həm Ceyhun Bayramov bu məsələni
gündəmə gətirdi. İndi birinci vitse-prezidentlə səfəri zamanı cənab prezident məsələni yenidən özdə bir çox məsələlərə aydınlıq gətirməklə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırdı. Xüsusilə də avqustun 8-də Vaşinqtonda imzalanmış bəyannamənin 1 ili tamam olurdu və Trumpla söhbəti zamanı prezident bunu diqqətə çatdırdı. Sonra 1 illiklə əlaqədar olaraq bircə bir yenidən bəyanat verildi, açıqlama oldu. Elə bu günlərdə həmin Vaşinqton bəyannaməsinin 1 illiyi ilə bağlı bizim Xarici İşlər Nazirinin müavini, Ermənistan Xarici İşlər Nazirinin müavini və ABŞ dövlət katibinin müavini arasında da Vaşinqtonda bir görüş keçirildi. Orada da bu məsələ müzakirə mövzusu olub. Hesab edirəm ki, Azərbaycan yenidən çox qətiyyətlə bu məsələni gündəmə gətirib və hesab edirəm Ermənistanın qarşısında konkret vaxt qoyulmalıdır. Bu ona gətirib çıxartmamalıdır ki, necə ki Minsk qrupu 92-ci ildə yaradıldı. Biz 20-ci ildə əgər özümüzün o torpaqlarımızı işğaldan azad etməsəydik, hələ də o Minsk qrupu o danışıqları davam etdirəcəkdi. Bu yaxınlarda mən açıqlamalarımın birində demişdim ki, Amerika Birləşmiş Ştatları hazırda mövcud nə sülh, nə hərb vəziyyətini qoruyub saxlamaq üçün, belə deyək də, bu status quo-nu qoruyub saxlamaq üçün bu layihədən istifadə etməməlidir. Yəni, biz Amerika Birləşmiş Ştatlarından da tələb eləməliyik ki, siz də Rusiyanın getdiyi yoldan getməyin. Əgər bu sazişi imzalamısınızsa, onda Ermənistana təzyiq eləyin və bu yol qısa bir müddətdə açılmalıdır, o yolun tikintisinə başlanmalıdır. 1 il keçib, amma hələ də bütün məsələlər yalnız kağız üzərində heç bir real addım atılmayıb. Əslində, Qüdrət müəllim, bu məsələ ilə bağlı Ermənistan tərəfi də zaman-zaman açıqlamalar verir. Çünki Paşinyan da öz açıqlamalarında qeyd edir ki, Zəngəzur dəhlizinin maraqlıdırlar. Eyni zamanda digər rəsmi şəxslər də bunu söyləyirlər. Və siz biraz öncə bir məqamı qeyd elədiniz. İranın bu məsələdə narazı qismdə dayanması ilə bağlı. Amma Zəngəzur dəhlizinin digər qolları olan Şimal-Cənub nəqliyyat dəhlizi və Şərq-Qərb nəqliyyat dəhlizi ki var. Məsələn, Şimal-Cənub nəqliyyat dəhlizi və burada Astara, Rəşd dəmir yolu xətti ötən il artıq onunla bağlı Azərbaycan, Rusiya, İran nümayəndə heyəti həmin əraziyə baxış keçirdilər və media olaraq biz də oradaydıq və bunun təbii ki, İran üçün də müsbət tərəfləri var və niyə görə belə olduğu təqdirdə İran bu dəhlizin açılmasında maraqlı tərəf qismində çıxış etmir. Və İrandan başqa biz hansı dövlətlərin bu dəhlizin açılmasında maraqlı olmadığını qeyd eləyə bilərik? Təsadüfi demirlər ki, bu trip həm də bir Turan yoludur. Bu Türk dünyasının birləşməsini şərtləndirəcək. Bu Orta Asiya respublikaları, Türk respublikalarıdır. Bunların hamısı indi hazırda da bilirsiniz, bu orta dəhliz məsələsi gündəmdədir. Azərbaycan bu istiqamətdə də çox ciddi diplomatik fəallıq nümayiş etdirir və prezidentin son Qırğızstana səfərində də bu məsələ gündəmə gəldi. Özbəkistan prezidenti ilə, o cümlədən Türkmənistanla, Qazaxıstanla bu istiqamətdə ciddi iş aparılır. Prezident dünən də söylədi ki, artıq Xəzər dənizinin dibi ilə yeni elektrik xəttinin çəkilməsi məsələsi gündəmdədir. O fiber kabel artıq çəkilişi başa çatdı. Xəzər dənizinin dibi ilə bu da internet əlaqələrinin güclənməsinə xeyli dərəcədə kömək etmiş olacaq Qazaxıstanla Azərbaycan arasında. Yəni biz Orta Asiya respublikaları ilə də Türk Dövlətləri Birliyi çərçivəsində həm də ayrı-ayrılıqda çox sıx əməkdaşlıq edirik. Və bu da dünya bunu görür. Və bəzi hallarda da bizi buna görə belə deyək, açıq olmasa da biz görürük ki, ayrı-ayrı ekspertlər tərəfindən Azərbaycan qınanılır. Azərbaycan sanki Türk dünyasının bir siyasi mərkəzinə çevrilir və onlar bunu görürlər və bu istiqamətdə də bizim əleyhimizə böyük bir kampaniya aparılır ki, Azərbaycan böyük turançılıq ideyasının gerçəkləşməsində ciddi fəaliyyət göstərir. Yəni, qızıq doğuran məqamlardan biri budur. İkincisi isə Azərbaycanın güclənməsi, bölgədə, regionda güclənməsi, bu həm də Türk dünyasının bütövləşməsinə, Türkiyə ilə Orta Asiya respublikaları arasında bir bütövlüyə gətirib çıxardır. Bu bütövlük təkcə həm də ərazi baxımından yox, bu daha çox mənəvi, psixoloji baxımdan bizim
tariximiz eynidir, köklərimiz eynidir, dilimiz eynidir. Bu yaxınlarda mən Özbəkistanda oldum. Biraz diqqətlə qulaq asanda demək olar ki, başa düşmək olur. Yəni uzun illər ayrı olduğumuza görə ləhcələrdə, dildə müəyyən fərqliliklər əmələ gəlib, amma çox qısa bir müddətdə bunu aradan qaldırmaq da mümkündür. Ona görə bunu istəmirlər. Bunu dünyanın o böyük gücləri bunda son dərəcə maraqlı deyirlər. İndi İlham Əliyev həm də Amerika Birləşmiş Ştatlarının prezidenti Trumpla olan isti münasibətlərindən istifadə edərək çalışır ki, bu prosesi irəli apara bilsin. Və dünən də orada qeyd elədi ki, artıq Avropa İttifaqı da Naxçıvan üzərindən çəkiləcək həmin strateji dəmir yol xəttinə maraq göstərir və prezident dedi ki, bizim artıq gözləməyə vaxtımız yoxdur. Əgər siz maraqlısınızsa, biz də razı, amma qəti addımlar atın və tezliklə bizə təkliflərinizi təqdim eləyin. Amma Qüdrət müəllim, Avropa İttifaqının da proseslərə qoşulması bəzi artıq sualları ortaya atır. Çünki Avropa İttifaqı o Avropa İttifaqı ki, bölgədə mülki missiyanı saxlamaqla əslində gərginliyi artırmağa bir növ xidmət etmiş olub. Amma digər tərəfdən isə burada Amerika Birləşmiş Ştatları regionda və hazırda isə artıq Avropa İttifaqının maraq göstərməsi. Çünki bir neçə ay bundan öncə də Avropa İttifaqı belə bir açıqlama yaymışdı ki, biz bu layihənin açılmasında maraqlıyıq və müəyyən addımlar ata bilərik. Və necə düşünürsünüz? Burada Amerika Birləşmiş Ştatları və Avropa İttifaqı, burada tərəflərin baş-başa gəlməsi və tərəflərin maraqları nədən ibarət olacaq sizcə? Azərbaycan çox əlverişli bir coğrafiyada yerləşir. Yəni burada şimal, cənub, şərq, qərb dəhlizi Azərbaycandan keçir. Yəni Azərbaycan bir dəhliz rolunu oynayır, bir nəqliyyat hubuna çevrilib. O baxımdan Avropa İttifaqı da görür ki, Amerika Birləşmiş Ştatları Azərbaycanın bu strateji mövqeyini nəzərə alaraq bura xüsusi maraq göstərir və istəyir ki, bu strateji yol, indi orta dəhlizdə deyilir də, köhnə İpək yolu xətti, həm buradan İranla Rusiyanı birləşdirəcək dəmir yol xətti, o cümlədən Orta Asiyanı Avropa ilə birləşdirəcək dəmir yol xətti, Asiyanı birləşdirəcək. Azərbaycan üzərindən keçir. Bunun başqa alternativləri yoxdur. Buna görə Avropa İttifaqı ilə də Amerika Birləşmiş Ştatları arasında bir rəqabət var. Həm də Avropa İttifaqı hesab edir ki, Avropada onlar daha fəal olmalılar. Azərbaycan həm də Avropanın bir tərkib hissəsidir. Bu baxımdan əslində bu rəqabət Azərbaycanın maraqlarına tam cavab verir və Azərbaycan bu rəqabətdən maksimum dərəcədə faydalanmağa çalışmalıdır və çalışmalıdır ki, ölkə investisiya cəlb eləsin. Bax, bu günlərdə biz Paşinyan açılışında iştirak elədi. Amerika Birləşmiş Ştatları 5 milyard dollar dəyərində orada bir süni intellekt mərkəzi tikdi. Bu ona gətirib çıxacaq ki, Ermənistanda bu yeni start-uplar artacaq, elmi tədqiqatlara öz müsbət təsirini göstərəcək. O baxımdan Azərbaycan çalışmalıdır ki, biz xaricdən daha çox Azərbaycana investisiya cəlb eləyək. O cümlədən də həmin dəmir yol xəttinin çəkilməsinə. Prezident dedi ki, bizim özümüzün valyuta ehtiyatlarımız var və biz bu baxımdan asılı deyilik. Amma nə qədər bizim imkanımız olsa da biz çalışmalıyıq ki, ölkəyə böyük məbləğdə investisiyalar qoyulsun, iş yerləri açılsın, region inkişaf eləsin. O cümlədən elə Naxçıvanın da bir həm də beynəlxalq miqyasda xüsusi bir mərkəzə çevrilməsi, Naxçıvanın inkişaf eləməsi, indi prezident gördünüz də orada Naxçıvanın inkişafı ilə bağlı yeni bir sənaye parkının yaradılmasının təməlini qoydu, yeni otelin təməlini qoydu. O cümlədən kənd təsərrüfatının inkişafı ilə bağlı görüləcək işlər barədə müəyyən məlumat verdi. Ümumiyyətlə, Naxçıvanın inkişafı bu dəqiqə hökumətin diqqət mərkəzindədir. Dediyim kimi, bu da Naxçıvanın yeni bir siyasi, həm də iqtisadi nəqliyyat hubuna çevrilməsindən doğur. Yəni, bu diqqət həm də. Düzdür, əlbəttə, Naxçıvan həmişə Azərbaycan üçün dedim, əhəmiyyətli olub. Belə prezidentin özü birinci vitse-prezidentlə ora səfər etməsi, bu prezidentin yeri gəlmişə 17-ci Naxçıvana artıq səfər idi. Bu bir daha onu göstərir, amma Naxçıvanın inkişafı ilə bağlı bilirsiniz, mən Naxçıvanın deputatı olmuşam bir müddət və Naxçıvanda torpaq sahələri, kənd təsərrüfatı üçün yararlı torpaq sahələri çox azdır. Bizə Azərbaycanda adam başına təqribən 2000 kvadrat metr yararlı əkin sahəsi düşürsə, Naxçıvanda bu 700-dən biraz artıqdır. Az qala 3 dəfə fərq var. Yəni Naxçıvanda azdır.
Naxçıvanda su ilə bağlı problem var. İndi prezident qeyd elədi ki, orada artizan quyuları qazılacaq, amma bu yeraltı suların da məhdudiyyət var bununla da bağlı. Ona görə orada kənd təsərrüfatında bu damcı və çiləmə üsulu ilə suvarmaya keçilməlidir. Bundan başqa Naxçıvanda misal üçün mən hesab eləmirəm ki, dənli bitkilərin əkilməsi faydalıdır. O dayandırılmalıdır. Naxçıvanda gözəl meyvə bağları salmaq olar. Naxçıvanda emal müəssisələri tikmək lazımdır ki, həmin meyvələr orada emal olunsun və dünyanın başqa ölkələrinə göndərilsin. Mən deputat olanda məsələ qaldırmışdım ki, Naxçıvanda Çin avtomobilləri yığılırdı, amma çox keyfiyyətsiz idi. O zaman mən demişdim, gəlin Cənubi Koreyanın, Yaponiyanın, ya Amerikanın, ya Avropanın inkişaf etmiş, o tanınmış keyfiyyətli avtomobillər istehsal edən, xüsusilə də minik avtomobillər istehsal edən şirkətlərini Naxçıvana dəvət eləyək. Naxçıvanda səni yeni inkişaf elətdirmədən Naxçıvanda iş yerləri açmaq mümkün deyil. Ona görə Naxçıvanda gənclər hərbi xidməti başa vurandan sonra xüsusilə də oğlanlar ya Bakıya, ya Türkiyəyə, ya da başqa ölkələrə iş dalınca axışıb gedirlər. Türkiyədə Naxçıvanların yaşadığı məhəllələr var. Bəzi çox acınacaqlı durumda yaşayırlar onların böyük bir qismi. Əvvəllər onlar orada kimsə rəhmətə gedəndə qaytarırdı, gətirib Naxçıvanda dəfn edirdi. İndi daha orada öz qəbirstanlıqları yaranıb. Uşaqlar orada məktəbə gedirlər. Bunun üçün Naxçıvana dövlət investisiyası da yetərli deyil. Naxçıvanda elə bir azad bazar iqtisadiyyatı, əlverişli biznes mühiti yaradılmalıdır ki, Naxçıvanlılar, Azərbaycanın digər bölgələrindən olan iş adamları, xarici investorlar ora investisiya yatırsın. Vaxtilə mən xatırlayıram, Naxçıvanın bütünlüyü ilə azad iqtisadi zona elan olunması məsələsi var idi. O zaman Naxçıvan o vaxtki Ali Məclisinin sədri buna ciddi şəkildə etiraz elədi və bunun qarşısını aldı. Naxçıvan indi həm İranla, həm Türkiyə ilə dövlət sərhəddi var. İndi Ermənistanla da sərhədlər açılacaq. Bu da Naxçıvandan deyir, hər bir çətinliyi daha əlverişli bir imkana çevirmək bacarığı olmalıdır da. Bu da Naxçıvanın inkişafına təkan verməlidir. O sərhədyanı ticarət, birgə müəssisələrin yaranması, orada azad iqtisadi zonanın yaranması. Vaxtilə Naxçıvanı qapalı bir əraziyə eləmişlər, heç kim buraxmırdılar. Amma indi bir açılım olmalıdır və insanlar, iş adamları ora üst tutmalılar. Dövlət investisiyasına yanaşı özəl investisiya Naxçıvana getməlidir. Naxçıvanda turizmi inkişaf etdirmək üçün çox böyük imkanlar var. Məsələn, Darı dağ deyilən, orada çox su var, müalicəvi su var. Orada müasir sanatoriyalar tikmək olar, Duzdağ sanatoriyası var. Ora gedənlərin sayını xeyli artırmaq olar, o yaxşı reklam olunsa və s. Qüdrət müəllim, istərdim son olaraq bu suala da cavab verəsiniz. Təhlükəsizlik məsələsi hər bir dövlətin əsas konseptlərindən biridir və qarşıda duran əsas məsələlərdən biridir. Çünki təhlükəsizlik olmayacaqsa biz heç bir inkişafdan da, yenidən qurmadan da danışa bilmərik və bu baxımdan Azərbaycan şanslıdır. Çünki təhlükəsizlik məsələləri bizdə yüksək səviyyədədir və bugün Naxçıvanın təhlükəsizlik məsələsi gələcək üçün, yəni bununla bağlı hansı addımlar atılmalıdır? Naxçıvanda əlahiddə ümumi qoşun yaradılıb, bilirsiniz. Bu, Azərbaycan silahlı qüvvələrinin ən güclü bölmələrindən biri hesab olunur. 44 günlük savaşda da siz gördünüz ki, həmin əlahiddə qoşun Şuşanın azad olunmasında, torpaqlarımızın işğaldan azad olunmasında bizim silahlı qüvvələrimizin digər hissələri ilə birlikdə çiyin-çiyinə necə vuruşdular və qəhrəmanlıq nümayiş etdirdilər. Onlar yaxşı silah sursatla təchiz olunub. Xüsusilə də ölkə prezidenti, həm də Ali Baş Komandan kimi Naxçıvanın Azərbaycandan ayrı düşməsini nəzərə alıb, ora xüsusi diqqət göstərib. Mən sizə deyərdim ki, bizim ən güclü hərbi birləşmələrdən biri Naxçıvandadır. Prezident də onu xüsusi vurğuladı. Həmin silahlı qüvvələr nəinki Naxçıvanın özünü, həm də yeri gəlsə Azərbaycanın digər silahlı qüvvələri ilə birlikdə bütün Azərbaycanı müdafiə etmək üçün böyük imkanlara malikdir. Amma bizim siyasətimiz odur ki, bax bu günlərdə də söhbət gedirdi ki, Azərbaycan, Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanının imzaladığı o birgə müdafiə haqqında pakta qoşula bilər, yoxsa yox. Mən hesab edirəm, bizim indiki siyasətimiz daha doğru siyasətdir. Qoşulmamalıyıq. Mən hesab edirəm, Azərbaycan daha çox iqtisadi, mədəni, humanitar sahədə, əməkdaşlıq sahələrində öz qonşuları ilə əməkdaşlıq eləməlidir və təhlükəsizlik də dostluq və səmimi münasibətlərə söykənməlidir. Xalqlar arasında yaxınlaşmağa söykənməlidir. O halda sülh daha davamlı olur, daha etibarlı olur
Mən hesab edirəm ki, Naxçıvan bundan sonra Azərbaycan inşallah bir də heç vaxt müharibəyə qatılmaz, amma kimsə bizə təhdid eləsə, onlara da layiqincə cavab vermək gücündəyik. Təşəkkür edirəm sizə Qüdrət müəllim. Çox sağ olun. Təşəkkür Bir daha xatırladım ki, qonağı Milli Məclisin deputatı Qüdrət Həsənquliyev idi. Biz Qüdrət müəllimlə Prezident İlham Əliyevin Naxçıvan səfəri, eləcə də bu səfər zamanı prioritet məsələlər barədə danışdıq.